Bura gördüyünüz kimi Xocalı şəhəridir. Buna baxın, gözəlliyə, küçələrin səliqəsinə, asfalta, bir dənə gözəlliyə baxın. Baxın gözəlliyə, necə gözəl hasarlar, evlər. Baxın da baxın, görün necə gözəl yerlərdir. Məktəb binası, hamısı gözəldir, hamısı. Baxın, parkı. Bəli, gördüyünüz kimi bura Xocalı şəhəridir, çox gözəldir. Belə. Bəli, gəl bura. Müasir standartlara uyğun olaraq gözəl məktəb binasıdır. Eşq olsun cənab prezidentimizə və cənab prezidentimizin siyasətinə ki, sağ olsun və Allah şəhidlərimizə rəhmət eləsin, torpaqları nurla dolsun. Hər birinin qarşısına baş əyirəm, qazilərimizin qarşısına baş əyirik ki, bugünkü gündə bura bizim gəlməyimizin səbəbkarı birinci növbədə onlardır. Bəli, şəhidlərimizin qan nəticəsində, qazilərimizin igidliyi nəticəsində, cənab prezidentimizin siyasət nəticəsində bu torpaqlarımız alındı. Bəli, Xocalıda, Əsgəranda, Qarabağın bütün kəndlərində hər birində yenidən quruculuq işləri gedir. Dünyada görünməyən quruculuq işləri gedir. Buna görə biz də minnətdarıq. Müasir standartlara uyğun məktəb binaları, bağçalar, parklar, evlər, yaşıllıqlar hər biri düzəlir. Eşq olsun dövlətimizə, eşq olsun dövlətimizin başçısına, eşq olsun şəhidlərimizə, eşq olsun şəhidimizin analarına və hər birinin qarşısına baş əyirəm. Təşəkkürlər, minnətдар. Bəli, bura gördüyünüz kimi gözəl bizim demək Xocalı şəhərimizdir. Xocalı şəhərimizə eşq olsun, vətənimizə eşq olsun. Gəl bura. Gördüyünüz kimi, bax, bu yerdə nədir? Bura hər zaman cənab prezidentimiz bizim insanları burada sevindirir. Yüzlərlə insanların, minlərlə insanların və milyonlarla insanların mənim həmvətənlərimin sevindiyi və sevinç anı yaşayan yerdir. Bəli, eşq olsun dövlətimizə, eşq olsun dövlətimizin başçısına, ulu öndərimizin siyasətinə. Ona görə ki, ulu öndərimiz hər zaman deyirdi ki, bizim Qarabağımız qaydacaq, dünya siyasətində biz Qarabağı alacağıq və dünya siyasətinə sübut elədik bunu. Bəli, bu gördüyünüz yer, bu yəni Qarabağda belə bir yerlər hansı kənddə, şəhərdə görürsünüzsə, bilin ki, mənim həmvətənlərimin, bizim həmvətənlərimizin sevindiyi yerdir bura. Cənab prezidentimizin və o cümlədən də nazirlərin, Məcburi Köçkünlər Komitəsinin işçilərinin bax, burada insanları sevindirdiyi yerdir. Dünyanın heç bir dövlətində elə bir iş yoxdur ki, o yerdə qaçqınlara ev tikilsin, dünyanın heç bir yerində elə bir şey yoxdur ki, məcburi köçkünlərə ev verilsin və o cümlədən də onları bu cür gözəl şəkildə təmin olunsun. Ona görə dövlətimizə minnətdarıq, dövlətimizi bəyənməyənlərə ar olsun, dövlətimizin siyasətinin yanında olanlara və dövlətimizin siyasətinə ləkə gətirməyən məmurlara da eşq olsun. Bəli, Məcburi Köçkünlər Komitəsi də hər zaman dövlətimiz üçün çalışan, yəni sədaqətlə çalışan yerlərdən biridir. Ona da bu arada dərin təşəkkürümü bildiririk. Çox sağ olun, minnətdaram, təşəkkürlər.